heç bir işdən qovulan adam bu günə kimi qovulduğu iş yerinin qapısının ağzında acından ölmüyor. Buna əmin olun, bunu unutmayın. Bəli. Sizin sındım, məhv oldum hər kəs üçün həyatda ən ağır söz kimi qəbul elədiyi, sən bu gündən qovuldun və yaxud sənə iş yoxdur və yaxud bir də səndən işləməyəcəyi sözü o an üçün, sizi üçün bir zərbə ola bilər. Amma o yeni bir günəşin doğuşudur, yeni bir sabahın, yeni bir başlanğıcın işarətisidir. O ölüm deyil, o itim deyil. O söz qorxuzmasın sizi, qorxuzmasın. Ona görə də o sözü deyən hər kəsin qarşısında yazıq, görkəmalı bir yalvarma. İmkanın varsa tükür üzünə çıx get. Bəli, o sınmaq deyil. Əgər haqsız yerə, nahaq yerə, səni günahsız yerə, sadəcə dövlətin qoyduğu qanunlardan, iş saatından, tələbatlardan artıq işlətməyə görə quyruq bulayan hansısa biri ilə müqayisə eləyərək səni onu qədər işləməyə vadar eləyən bir adamı elə püpür çıx get, ölməyəcəksə ağzından. Və mən sənə bir əhvalat danışım. Düzü deyən adamlar, həqiqəti deyən adamlar, xalqını, millətini sevən insanlar həmişə şərəfsizlər tərəfindən vətəni sevməyən, öz nəfsini, xalqını, millətini, torpağını, vətənini satan adamlar tərəfindən aşağılar. Onlar hər şeylərini öz nəfsində satarlar. Bəli, onlar üçün xalq, millət, belə ümumi söhbətdə olan adamlar, onlar gözün düşməlidir. Çünki onlar nəfsinə kölədir. Bəli, onlar hər yerdə düz deyən adamları aşağılayırlar. Belə adamlardan birinin aqibətini danışır sizə. Belə şərəfsizlərdən biri, bir həqiqəti danışan bir adamın qəsdən ləkələmək üçün, şərləmək üçün aparır, sürücü olur həmişə. Aparır maşının yanına, benzin, nə bilim, digər dizel yanacağının kanisterini qoyub, şəklini çəkib atırlar müdiriyyətə. Bu insanın da çarəsi yoxdur, kasıbdır, yetimdir, ümid yeri yoxdur. Və müdiriyyət də heç onu qəbul eləmədən bu yala tərəfdaşına inanaraq o adamı işdən qovur. Bəli, şərrənin böhtan atır, qovulur. Bəli, o onun çöküş günüdür, o onun məhv olduğu günüdür, o onun həyatda aldığı bir güllə zərbəsidir. Bəli, son idi, bitdi, hər şey bitdiyi an idi. O sındı, amma yadda saxlayın. İnsan bir dəfə ölməsə yenidən doğula bilmir. Ölmədən əvvəl ölür cümləsi bax budur. Bəli, bu mənlik ölməlidir ki, həqiqət doğulsun. Və o adam o qapıdan şər böhtan içində saxta, uydurma bir ləkə ilə tərk edir. Və onun o çöküşünə, o günkü acısına səbəb olan nə idi? Kanistdir. Üzr istəyirəm, Azərbaycan dilində adını bilmirəm nədir. Bax o kanistdir onun gözünün qabağından getmir. O ölür, həmin gün ölür, bəli ölür. Amma yenidən doğur. Məhz olur, o şər, o böhtan səbəb olur onun doğulmağına. Və gedir oturur, hara baxır, gözünün qabağına kanistdir. Və birdən ağlına bir ideya gəlir. Yeni kimlik, yeni mənlik, yeni həqiqət yaradana qovuşur və yanacaq daşıyan qab. Bir kanistr firması açır. Üzü qoşur, kreditə girir və bir şirkət qurur. Tezliklə o şirkət inkişaf edir, böyüyür və elə olur ki, bir gün o bir müqavilə çərçivəsində ucuz kanistr təklif edir və qovulduğu şirkətin rəhbəri ilə bir masa arxasında otururlar. Və onlar müqavilə bağlayırlar, razılaşırlar. Müqavilə çərçivəsində deyir ki, mən sizə təşəkkür eləmək istəyirəm. Deyir ki, biz birinci dəfədir görüşürük, nəyə görə təşəkkür edirsiniz? Deyir ki, bəli, mən sizin sayənizdə yenidən doğuldum. Mən sizin ədalətsizliyiniz, bax o haqsızlığınız qarşısında yenidən doğuldum. Mən o şəxsəm ki, siz məni qapıdan belə içəri buraxmadınız. Mən buradan ağlaya-ağlaya göz yaşlarının içində bu qapıdan çarəsiz getdim. Və bu gün də oturmuşam səninlə üzbəüz müqavilə imzalayıram və sənə bu pisliyimə görə, bu ədalətsizliyimə, bu haqsızlığıma görə təşəkkür edirəm ki,
Sənin sayəndə mən doğuldum. Bəli, çünki həmişə günəş qaranlıqdan doğur. Bəli, günəş zülmətdən doğur. Ona görə də zülmətdən qorxmuyor. Qorxmuyor. Heç kim də o, heç kim də elələri. Heç kim, çünki onlar çarəsizdir, çünki onlar asılıdır. Sən azad oldun bugün, asıllıqdan azad oldun və sən unutma. Hər gün səhər yenə günəş doğur və sənə bu həyatı, bu taleyi yazan o deyil. Ona görə də sınma, əyilmə, bəli, qürurlu ol. Həmin adam, həmin anda o şirkət rəhbərinin üzrə tüpürsəydi ondan yaxşıydı ki, sənin baba ədalətsiz qurumunda mən ləkələndim, amma yenidən doğuldum. Mən varam, indi səninlə bir səviyyədə kişiyəm, amma sənin və ədalətsiz strukturun içində qalsaydım, mən hələ də sürücüydüm. Belədir, qorxmuyor. Zülmət, qaranlıq çökəndə ruhdan düşmə. Ümid elə ki, sabah yenə günəş doğacaq. Bəli, o sənin günəşin ola bilər. Ona görə də heç vaxtdan düşmə və qürurlu, qəddivi, mənlivi, şərəfli bir Azərbaycanlı olaraq qoru, saxla və yadında saxla. Sən kişisən. Pulun olsa da, olmasa da, kasıbsa da sən kişisən. Bil ki, bu torpağın uğrunda ölənlərin əksəriyyəti kasıblardır, kişilərdir. Pul, var, dövlət, nəfskirlərin üçün ölçü, vahidi, göstərici ola bilər. Onu dürüst insanlar, düşünən insanlar bu dünyada yaşamağın səbəbini, amalını, niyyətini özəyik bilən adamlar üçün dünya malı göstərici deyil. Deyil. Və unutma, 50 gün insan ac qala bilir. Ən azı 40 gün. 40 gün. Başa düşürsən 40 gün. Ölmür. Başa düşdün, səni bugün aclığı ilə qorxuzanlar ac çaqqallardır. Çaqqallar. Kişilər isə 40 gün yaşayır. Ac 40 gün yaşayır. Bu mənim sözüm deyil. Elmi, tibbin dediğimi. Ona görə qorxma, acından ölməyəcəksən. Satma, qüruru, mənliyi bir ləyaqətsizin hədəsinə, qorxuzuna satma. Səni tanıyan, səni dəyərləndirən insan sənin şəxsiyyətinə hörmət eləsin. Puluna, maşınına görə sənə hörmət edən elə onun kimi çaqqal. Kişilər sənə kişi kimi hörmət edəcək. Öz mənliyinə görə, öz şərəfinə, ləyaqətinə görə, öz hörmətinə görə. Pula, maşına görə olan, nə bilim, o birisinə görə bu hörmətə tüpürəsən, o hörmət deyil. O müvəqqətidir. Ola sabahları çökəndə it yerinə dolar qoymayacaqlar.